antibiotiklər nə zaman uşaqlarımıza verilməlidir? Antibiotiklər sadəcə bakterial infeksiya olduğunda yararlı olur. Yəni, bizim gördüyümüz bu uşaqlarımızda infeksiyalar var, amma bu infeksiyalar virus infeksiyaları olma ehtimalı çox yüksəkdir. Yəni bunlar nələrdir? Həfif uşaqlarımızda burun axıntısı var, burun tıxanıqlığı var, həfif boğaz ağrısı olur, hərarəti yüksəlir və uşağa heç bir tədavi vermədən 5-7 gün ərzində öz-özünü toparlayır. Bu virus infeksiyasıdır. Hər hansı bir antibiotik verməyə gərək yoxdur. Ancaq burun axıntısı irinli axmağa başlayıb, uşaq klinik olaraq bəslənməsi azalıb, yüksək hərarəti var, halsızdır, düşündür, valideyn deyir ki, doktor, mənim uşağım belə deyildi və hərarət uzun müddətli, 48-72 saatdan çox sürürsə və uşağımız toksik görünüm dediyimiz bu görüntüdədirsə, o zaman həkim nəzarəti ilə, həkim təyinatı ilə düzgün dozada və düzgün antibiotik seçərək və gününü də düzgün ayarlayaraq o zaman antibiotik verə bilərik. Amma təbii ki də antibiotikləri həkimlərimiz verməlidir, valideynlər deyil. Öz başına qərar vermək olmaz. Sadəcə biz tərəfindən antibiotik təyin oluna bilər.